Salam dostlar, kanalıma xoş gəlmisiniz. İlk öncə özümü təqdim edim. Mən Cəbrailova Səkinə xanım. Artıq 9 ilə yaxındır ki, ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Nəhayət ki, YouTube kanalı yaratmağa qərar verdim. Bu kanalda sizlərlə nəinki təhsil, həmçinin şəxsi inkişaf, karyera, kitablar və filmlər haqqında da danışmaq istəyirəm. Bugün sizlərlə son vaxtlar sosial şəbəkələrdə trend olan bir video haqqında danışacağım. Prezidentin Vaşinqtona səfəri və 907-ci düzəlişin ləğvi ilə bağlı həmin görüşdə bəzi maraqlı anlar oldu. Bunlara keçməzdən öncə mən istəyirəm ki, sizlərə prezidentin nitqində istifadə etdiyi sözləri aşağıdan qeyd edim və siz onları öyrənəsiniz. Aşağıda prezidentin istifadə etdiyi sözlər, dil səviyyələri və tərcümələrini qeyd etmişəm. İndi isə gələk Paşinyanın danışığı ilə bağlı. Çoxlu storylər gördüm sosial şəbəkələrdə Paşinyanın sırf nitqi ilə bağlı gülməli videolar çəkildi. Mən özüm də çəkmişdim birini. Amma diqqətlə baxsaq, görərik ki, Paşinyan özü nevrotik insandır və hərəkətləri də biraz fərqlənir. Və mən düşünürəm ki, bu onun öz nitqinə də, dil bacarığına da təsir eləyir və gələcək videoların birində sizlərlə beynin dili öyrənmədəki funksiyaları haqqında da danışacağım ki, sizlərə daha da aydın olsun. Və Paşinyanın bu çıxışda danışarkən etdiyi tələffüz səhvlərində sizlər üçün imkan varsa bir video şəklində göstərəcəm birazdan. And my congratulations to the world because this breakthrough would be simply not have been possible without President Trump's person and strengthen U.S. leadership as a champion of conflict resolution. I want to thank. Gəldik Trumpa. Trump danışığında bir neçə ifadə işlətdi və hamı güldü. Və mən də araşdırdım onun etdiyi zarafatlara ki, niyə bu cəmaat gülür. Orada bir cümlə işlətdi. Henry Kissinger who didn't leak or who doesn't leak. Belə bir cümlə dedi orada. Və hamı güldü. Və mən araşdırdım bu barədə. Henry Kissinger ABŞ-ın məşhur siyasi xadimlərindən biri olub, 100 il yaşayıb və o siyasətdə ən çox məlumatların qarşı tərəfə ötürülməməsi ilə tanınırdı. Öz gizliliyinə önəm verən bir insan idi. Və ona görə də orada Henry Kissingerə göndərmə eləyir və siyasətçilər daha yaxşı onu tanıdığı üçün onlar güldülər. Digər bir hissəsində Sleepy Joe Biden deyir orada. Yəqin ki, hamı başa düşdü və insanlar orada gülməyə başlayır. Ümumiyyətlə, Trump'ın bu kimi zarafatları çoxdur və mən sizlərə onun zarafatları adı altında bir neçə videonu da təqdim edəcəm ki, siz baxasınız. He got many jobs. And then, of course, you would say Steve was quite influential. I call him Henry Kissinger who doesn't leak. For more than 35 years, Armenia and Azerbaijan have fought a bitter conflict that resulted in tremendous suffering for both nations. They suffered gravely for so many years. Many tried to find a resolution, including the European Union. The Russians worked very hard on it, never happened. Sleepy Joe Biden tried, but you know what happened there. He tried for probably 12 minutes and didn't work out. And many other countries tried. And it's awfully good that someone with the temperament of Donald Trump is not in charge of the law in our country. Yeah, because you'd be in jail. Secretary Clinton. They did a lot of shooting and they did a lot of blasting, even not going through the front door. You know, you think you go through the door. If you're a normal person, you say, knock, knock, may I come in? Ümumiyyətlə, yumor məsələsinə qaldıqda isə hər bir xalqın, hər bir millətin fərqli yumor hissi olur və bəzən biz bunları xarici dildə başa düşməyə bilərik. Bu çox təbiidir. Məsələn, biz öz dilimizdə də yumor etdiyimiz zaman bunu əcnəbi insanlar, hətta bizim dilimizi bilsə belə başa düşməyə bilərlər. Yəni, mənanı, sətraltı mənanı tutmaya bilərlər və buna görə də bu çox normaldır. Jurnalist xanımın danışığına gəldikdə, onun dediyi cümlənin düzgün variantını mən aşağıda sizlər üçün qeyd edirəm. Və həm danışığında səhvlər vardı, həm qrammatik, həm də gördüyünüz kimi tələffüz və aksent problemi var idi. Və sosial şəbəkə istifadəçiləri Trump'ın xanımın aksentini başa düşmədiyini qeyd etdilər. Düzdür,
Xanımın aksenti daha da yaxşı ola bilərdi, amma mən düşünmürəm ki, Trumpın tək problemi xanımın aksenti ilə bağlı idi. Çünki mən Trumpı çox izləyirəm. Bir neçə videosunu da izləmişəm əvvəllər. Yəni bu ilk hadisə deyil ki, Trump jurnalistlərlə belə davranır. Birazdan sizlərə mən həmin videoları da göstərəcəm. Ümumiyyətlə Trump çıxışları zamanı çox vaxt jurnalistlərə başa düşmədiyini qeyd edir. Məsələn, bir neçə video var idi. Hindlilər ona sual ünvanlamışdı və orada da onların nə dediyini anlamadım. Yəni gəlin həmin o kadrlara baxaq. You think that should continue here in the US as well? You're going to have to go louder. Your future plans, what Afghan people, especially Afghan I have a little hard time understanding you. Actually, it's a beautiful voice and a beautiful accent. The only problem is I can't understand a word you're saying. But Yəni gördüyünüz kimi bu videolarda, məsələn, ingilis dili mənim ana dilim deyil və Hindistanlılarla da çox ünsiyyətim yoxdur, amma mən özüm belə orada nə deyildiyini başa düşdüm. Düşünürəm ki, Trumpın özü də illərdir siyasi arenada çıxış edir, fərqli millətlərdən olan insanlarla görüşür, jurnalistlərlə söhbət edir. Onun bunu başa düşməməsi sanki özündən asılı olan bir şeydir. Sanki özü başa düşmək istəmir. Belə dostlar, ümidvaram ki, video xoşunuza gəldi və nələrsə öyrənə bildiniz, yeni sözlər öyrəndiniz. Əgər video xoşunuza gəldisə, kanalıma abunə olmağı və like etməyi unutmayın. Növbəti dəfələrdə daha maraqlı videolar olacaq. Özünüzə yaxşı baxın.